Bəzən bir tarix təkcə təqvimdə qeyd olunan gün olmur. Bütöv bir nəslin yaddaşına çevrilir. 9 may qələbə günü də məhz belə günlərdəndir. İkinci Dünya müharibəsinin başa çatmasını simvolizə edən bu tarix milyonlarla insanın taleyində iz qoyub. Uzun illərdir müxtəlif ölkələrdə fərqli duyğular və xatirələrlə anılır. Aradan 10 illiklər keçsə də müharibənin acıları, qəhrəmanlıq hekayələri və itkilərlə bağlı acı xatirələr bu gün də hafizələrdə yaşayır. Müsahibim Şərif Şərifovun ailəsi də həmin illərin ağrısını birbaşa yaşayan ailələrdən olub. ...1941-ci ildə müharibə başladı. Mənim babamın 5 oğlu vardı. Onların bir uşaqlar getdi əskər. Birinci Bayram əmim gedib, ikinci Ümmət əmim gedib, üçüncü Fərzal əmim gedəndə, məktub gələndə babam dözmədi, rəhmətə getdi. Sonra dalıcan Qurban əmimi əskər apardılar. Atamı da əskər aparmaq istəyirdilər. Nənəm deyir ki, son donumu sataram, qoymaram bu kişini. Atam qalıb oradan, 4 əmiləri gedib şəhid olublar. Biz də indi onların adlarını hamısını yaşadırıq. Nənəmin vaxtında bizim Bayram əmmimizin adı qoyulmuşdu. Nənə də onu həmişə görəndə qucaqlayır ki, oğlum, oğlum. Müharibənin ağrısı təkcə cəbhədə yaşanmırdı. Bəzən bir ömür boyu yol gözləyən anaların, ailələrin yaddaşında davam edirdi. Həmsöhbətimiz deyir ki, illər keçsə də övlad həsrəti onların ailəsində heç vaxt unudulmayıb. Nənəm özü 92 yaşında rəhmətə gedib. Oğlanlarım gəlməsə, oğlanlarından xəbər ol. Mən öləndə yer-göy ağlayacaq. Nənəm rəhmətə gedəndə bir yağış yağdı, bir aləm sentyabr ayında gözlənilməyən şey, yıldırım çaxdı, yağış yağdı. Nənəm dünyasını dəyişdi. Aradan uzun illər keçməsinə baxmayaraq, müharibənin ailələrdə buraxdığı izlər bugün də silinməyib. Bəzən bir şəkil, bir ad, bəzən isə illərlə ziyarət olunan bir abidə insanları keçmişlə bağlayan ən güclü xatirəyə çevrilir. Şərif dayı deyir ki, onlar üçün 9 may yalnız təqvimdə qeyd olunan gün deyil, həm də geri qayıtmayan əzizlərinin xatirəsini yad etmək, onlara olan hörməti və bağlılığı yaşatmaqdır. Müharibənin 30-cu günü, 70-ci ildə qoyulub abidə. Həmişə biz gəlib ziyarət edirik, 9 mayda gəlib gül qoyuruq, oranı təmizləyirik, baxırıq ki, əmlərimizə hörmət edirik. Sonra gedəndə elə biləm ki, əmlərimlə görüşürəm. Qismət olsa 9 mayda gəlib gül qoyacaq, bir dənə yasını oturacaq, belə. Bəzən tarix kitablarında bir neçə sətirlə qeyd olunan hadisələr insanların həyatında silinməz yaddaşa çevrilir. 9 may da məhz belə tarixlərdəndir. İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən bu gün uzun illərdir keçmiş Sovet ölkələrində xatirə və ehtiram günü kimi qeyd olunur. Yüzlərlə azərbaycanlı bu müharibədə iştirak edib. Onlardan çoxu geri qayıtmayıb. Aradan 10 illiklər keçsə də müharibənin ağrısı yalnız tarixdə yox, ailələrin yaddaşında, evlərin divarlarında qalan köhnə şəkillərdə, illərlə yol gözləyən insanların xatirəsində yaşamağa davam edir. Bəlkə də buna görə 9 may təkcə qələbə haqqında deyil, həm də itkilər, həsrət və unudulmayan insan taleləri haqqında olan bir gündür. Milyonlarla insanın yaddaşında həm böyük qələbənin, həm də sülhə qovuşmaq sevincinin yaşadığı tarixi gündür bugün. İkinci Dünya müharibəsinin sona çatmasını simvolizə edən bu tarix, illər keçsə də insanlara bir həqiqəti xatırladır. Sülh ən böyük qələbədir.